Salam dəyərli şagirdlər və dəyərli müəllimlər. Deməli, bugün biz sizinlə orfoqrafiyadan sözlərin doğru yazılışına baxacağıq. Bilirik ki, orfoqrafiyadan demək olar ki, həm buraxılışa, həm qəbula suallar düşür. Və mən burada toplumun özündən önəmli, çaşdırıcı məqamı olan sözləri götürmüşəm. Onların doğru yazılışını təqdim etmişəm. Və bir yerdə gəlin orada bizi çaşdıracaq məqamlara baxaq. Deməli, birinci sözümüz korroziya sözüdür. Bu sözün məsələn yazılışında sizi nə çaşdıra bilər? Məsələn, söz bu formada yazıla bilər, A ilə. Amma yadda saxlayaq ki, bu söz O ilə yazılır və korroziya şəklində yazılışı doğrudur. Yəni, bunun da mənası metal tullantıların ətraf mühiti körlaması mənasına gəlir. Məsələn, fabriklərdə metalları əridirlər, onlar məsələn tullantıları olur. Ətraf mühitdə zəhərli kimyəvi qazların yaranmasına səbəb olur və bu korroziya sözünün tam olaraq mənasıdır. Sonra çilçıraq sözünün məsələn yazılışında bizi necə çaşdıra bilərlər? Məsələn, çilçıraq formasında X ilə yaza bilərlər və yaxud da ki, məsələn, çil ilə çıraq arasında defis qoya bilərlər. Bu yanlışdır, çilçıraq sözü bitişik yazılır və bu formada yazılır. Sonra, diaqonal sözündə yadda saxlayaq A var, yəni o sözün yazılışı O ilə deyil. Məsələn, korroziyada O iləndir, diaqonalda A iləndir. Yəni, bunu yadda saxlayaq, diaqonal görsəz, o yazılış səhv olacaq. Sonra, nəbatat sözün çox önəmli sözdür. Bu sözün yazılışı nəbatət formasında olsa, yəni belə ə ilə görsəz yanlışdır. Nəbatat sözündə hamısı A-dır, yəni son ikisi A-dır, birincisi Ə-dir. Yəni Ə, A formasını yada saxlayaq. Necə oldu sahiblərimiz? Ə, A, bir də A formasında. Mənim A-larım da maşallah çox qəşəngdir. Deməli, daha sonra gəlirik nəyə? Püstə sözünə. Yadda saxlayaq. Püstə sözü S-T birləşməsi var, yəni T ilə yazılır. Püstə forması görsəz yanlışdır. İki kar, yəni bir-birinin yanında gəlir. Bunu belə yadda saxlayaq. Daha sonra səriştə sözü də həmçinin ona qonşu sözdür. Səriştə görsəz yanlışdır. Bəli, tələffüzdə püstə olur, səriştə olur, amma yazılışda T ilə yazılırlar ikisi də. Sonra ən çox çaşdırıcı sözlərimizdən biri alüminium sözüdür. Uşaqların çox elə bilir ki, bu söz alüminium formasında, yəni I ilə yazılır, o da yanlışdır. Yəni alüminium formasındadır, yəni Ü ilə yazılır. Ü, İ, U formasında. Sonra felyeton sözü məsələn bu söz belə də yazılırlar çaşdırmaq üçün. Məsələn F, L, E, Y, T, O. Bu yazılış səhvdir. Yəni fleton deyil o. Felyetondur. Fel sözünü yadda saxlayaq, fel sözünü. Yetonun ona qoşaq bu formalı yazılışı yadda saxlayaq. Yəni bir təhər özünüz üçün üsullar axtarın ki, yadınızda qalsın. Sonra gəlirik 9-cu sözümüzə. İntihasız sözü var. İntiha sözü Ə ilə yazılır. İntihasız görsəz bu söz səhvdir. Yəni intihasız formasında yazılmalıdır. Sonra cah-cəlal sözü çox önəmli sözlərimizdən biridir. Bu söz cah-cəlal formasını yazıb bizi çaşdırırlar. Cah-cəlal deyil, cah-calaldır. Cah-calalda belə bir şey yadda saxlaya bilir. Yəni hamısı A-dır. Ə yoxdur cah-cəlal sözündə. Yəni ona görə bizə rahat olacaq. Sonra ədabaz sözündə ədəbaz kimi də yazıb bizi çaşdıra bilirlər. Ədəbaz səhvdir, ədabazdır o söz. Ədabaz olduğu üçün də A ilə yadda saxlayaq. Əda sözünü yadda saxlayaq, ədabaz kimi yazılır. Sonra digər çaşdırıcı sözümüz kələqayə sözüdür. Bunu məsələn bizə kələqayə kimi məsələn suala salıb bizi çaşdıra bilərlər. Kələqayə deyil, yəni o söz kələ deyil. Belə yadda saxlayaq. Kəlaqayıdır, yəni kəla sözünü yadda saxlayaq. Sonra korporasiya sözü də önəmli sözlərimizdəndir. Yazılışda məsələn bizi necə çaşdıra bilərlər? Korporasiya kimi yaza bilərlər. A ilə yaza bilərlər bunları. Yadda saxlayaq ki, tələffüzdə bəli, ayət çevrilir, amma yazılışda ilk iki dənəsi odur. Korporasiya formasında yazılır. Bu da ki, biznes təşkilatı, yəni biznes sahəsi üzrə Birləşmiş İttifaqa deyilir. Sonra yubilyar sözü. Məsələn, yubiley keçirən şəxsə deyilir yubilyar. Yəni, tutaq ki, birinin 50 illikdirsə, onu keçirəcəksə yubiley şəklində, o şəxs yubilyardır. Məsələn, bu sözü yazılışı bizi necə çaşdıra bilərlər? Yubliyar formasında. Yubliyar səhvdir, belə bir şey yoxdur. O söz necə yazılır? Yubilyar, yəni il sözünü yadda saxla. Yubliyar, li yox, il kimi sən onu yazacaqsan, yubilyar olacaq. Sonra suvenir sözü də, məsələn, belə bizi çaşdırıb suvenir kimi yaza bilərlər. Testdə belə sala bilərlər. Suvenir deyil, suvenirdir o. Tamam mı? Sonra
diğer önəmli sözümüz oftalmologiya sözüdür. Göz haqqında elm deməkdir mənası. Mənalarını yazmışam ki, sizə bir əlavə bilgi olsun. Oftalmologiya sözünü bizi necə çaşdıra bilərlər? Oftalmologiya kimi yaza bilərlər. Oftalmologiya yanlışdır. Oftalmologiya şəklində yazılmalıdır bu sözümüz. Sonra batareya sözündə batereya kimi eynən yaza bilərlər, səni çaşdıra bilərlər. Batereya deyil, batareyadır, batareya. Belə yadda saxlayaq. Bunu çox tez-tez məsələn bu sözləri tələffüz eləyəndə artıq adamın dilinə yatır. Məsələn, durub hər bir söz haqqında siz bir dənə qayda çıxarası deyilsiniz ki, məsələn, orada 3 dənə A-nı yadda saxlayın, burada O-dur. Bunun ən rahat yolu budur ki, hər gün məsələn 10 dənə sözü 20 dəfə təkrarını özülsün. O dilinizə yatsın o sözün məsələn yazılış şəkli. Məsələn, sən oftalmologiya sözün gündə 10 dəfə də desən, artıq avtomatik olaraq oftalmologiya deməyəcəksən, oftalmologiya deyəcəksən. Çünki sənin dilin ona öyrəşmiş olur, tamam mı? Sonra davam edək. Vegetasiya sözü var. Bitkilərin böyüməsi və inkişafı deməkdir. Məsələn, vegetasiya kimi sizə yaza bilərlər və yaxud da ki, məsələn, başqa formada necə sala bilərlər bunu? Məsələn, vegetasiya ilə vegetasiya kimi məsələ sala bilərlər. Yadda sal, bu söz vegetasiya sözüdür. Bu formada da yazılır. Sonra aerodrom sözü məsələn nə deməkdir? Təyyarələrin eniş etdiyi və qalxdığı yerə deyirik aerodrom. Aerodrom sözünün yazılışında da məsələn aerodrom kimi yaza bilər. Məsələn, aerodrom kimi yaza bilərlər, ya əlavə edə bilərlər. Amma yadda saxlayaq, bu sözün yazılışı aerodrom kimidir. Sonra qalstuk sözü, məsələn, bu da önəmli sözlərimizdən biridir. Qalstuk kimi, məsələn, bizim üçün onu yazırlar. Qalstuk səhvdir. Qalstuk belə olmalıdır. Qalstuk. Vəssalam. Daha sonra ipoteka sözü O ilə yazılır, amma onu A ilə verə bilərlər. İpoteka kimi yanlışdır. Daha sonra leytenant sözü var. Məsələn, biz burada bəzən yazılışda görürük ki, N-i salmırlar. Leytenant kimi bunu verirlər. Bu da yanlışdır. Leytenantda E var. Leytenant. Vəssalam. Daha sonra opponent sözü var. Rəqib deməkdir, qarşı tərəf. Bu sözü məsələn A ilə verə bilərlər. Opponent kimi məsələn verə bilərlər. Yadda saxlayaq, hamısı odur. Opponent. Bu formada. Sonra kompromis var. Məsələn, qarşılıqlı güzəşt əsasında razılığa gəlmək deməkdir. Məsələn, bizə bunu kompromis kimi yaza bilərlər. Kompromis. Yanlışdır. Hamısı O ilə kompromis sözü. Tələffüzdə belə aya keçir. Kompromis kimi tələffüz olunur, amma yazılışda O ilə. Sonra bəyanat sözündə önəmli məqam nədir? Bəyanat sözü bəzən belə yazır. Məsələn, topluda bəyanat ya da məsələn bəyanat. Bu səhvdir. Bəyanat formasındadır. Yəni aynandır. Belə yadda saxlayaq. Deportasiya sözünə fikir verək. Deportasiya nədir? Bəzi şəxslərin ölkədən çıxarılması, qovulması deməkdir. Yazılışda məsələn deportasiya kimi bunu A ilə verə bilərlər, amma A deyil. Deportasiya formasında yazılır. O A ilə yazılanları biz növbəti videomuzda qeyd eləyəcəyik sizin üçün. Daha sonra gici tikən sözü var. Gici tikən deməli yazılış tərzi belədir. Gici tikən. Amma görsən gici tikən verib, bu səhvdir. İ yoxdur burada. 2 dənə i var. Gici tikən. Tikəndə i yoxdur. Özümüzü çaşdırmayaq. Sonra dirijor sözü. Deməli dirijor nə deməkdir? Musiqi qrupu ifasını idarə edən şəxsə deyilir. Dirijor sözündə nəyə fikir vermək lazımdır? Bu sözdə bəzən belə yazılırlar bizim üçün. Məsələn, dirijor. Dirijor yanlışdır. Ortada i var. Yəni dirijor kimi. Diri sözünü yadda saxlayaq. Dirijor bu formada. Sonra filarmoniya deməli musiqi sənətinin təbliği üzərindən məşğul olan idarə deməkdir. Filarmoniya sözü məsələn necə yazılır? Bu formada. Filarmoniya. Məsələn, filarmoniya yaza bilərsən üçün filan, onlar yanlışdır. Filarmoniya kimi yazılacaq. Sonra transkripsiya. Bu sözə də fikir verək. Transkripsiya bu formada yazılır. Yəni, bu önəmli sözlərimizdəndir. 30 dənə söz bugün keçdik. Artıq biz təqribən 100-ə yaxın söz izah edəcəyik. Hissə isə onların hər biri növbəti çəkilişlərimizə gələcək. Bu sözləri çalışıb video bir neçə dəfə baxın və bu sözləri dəftərinizə qeyd edin mütləq şəkildə ki, bu sözləri əzbər yazıblar. Dediyim kimi, topluya düşən ən önəmli sözlərdir və eyni zamanda da bunların buraxılışa düşmə ehtimalı, qəbula düşmə ehtimalı yüksəkdir. Hətta miqə də buradan söz götürüb sala bilirlər. Və bu videolar davamlı olacaq orfoqrafiya haqqında və çalışın o videoları da izləyin. Hamısını dəftərinizə qeyd edin və həmin dəftərdə gün ərzində 10-15 dəfə təkrar edin həmin sözləri. Dilinizə yatsın qoy həmin sözlərimiz. Bu formada. Ümid edirəm video sizə faydalı olar. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayaq. Eyni zamanda kim əgər əyənib onlayn dərslərimizdə qoşulub dərsdən yararlanmaq istəyirsə
PDF-lərimizdən, eyni zamanda dərs izahlarımızdan faydalanmaq istəyirsə, qeyd edəcəyimiz əlaqə nömrəsi ilə əlaqə saxlayıb bizə müraciət edə bilər. Özünüzə yaxşı baxın, gələn çəkilişlərdə görüşənədək.